2006-cı il Qarabağ 13 illik həsrətə son qoyaraq Azərbaycan kubokunu qazanır. Klubun fəxri prezidenti Abdulbari Gözalın başı üzərinə qaldırdığı kubokla Qarabağın bu gün də davam edən uğurlarının əsası qoyuldu. Komanda bu mövsüm ardıcıl 4-cü, ümumilikdə 12-ci ölkə çempionluğunu qazandı. Kubok havada. Qarabağın bu mövsüm çempionluğunu simbolize eden kubok havada. Qarabağ 2024-2025-ci illər mövsümünə Avrasiya ilə Afrikanı birləşdirən nöqtədə Cəbəlü Tariqdə başladı və Lincoln Red komandası üzərində 2 oyunun nəticəsinə görə 7-0-lıq qalibiyyətlə Çempionlar Liqasında 3-cü mərhələyə adladı. Əlbəttə, Ludogorets ilə Lincoln arasında yerlə göy qədər səviyyə fərqi var. Buna rəğmən Qarabağ Cəbəlü Tariq çempionuna 2 görüşdə vurduğu 7 qolu, Ludogorets isə bir oyunda, özü də Bolqarıstanda vurdu. Fantastik oyun, fantastik hesab idi. Playoff'da Dinamo Zagreb'lə oyunlardan sonra isə Qarabağ mübarizəni UEFA Avropa Liqasında davam etdirməli oldu. Bununla komandamız ardıcıl 11-ci il Avrokubokların əsas mərhələsinə vəsiqə qazandı. Avropa Liqası UEFA turnirləri arasında Qarabağın ən çox qatıldığı turnirdir. 2024-cü ilə qədər 8 dəfə bu turnirin qrup mərhələsində oynamış klubumuz bu mövsümdə Avroliqanın yeni formatına əsasən liqa mərhələsində mübarizə apardı. Liqaya sentyabrda Londonda Tottenham'la oyunla başlayıb, yanvarın 31-də Pireydə Olympiakos maçı ilə yekun vuran Qarabağın Norveçdəki qarşılaşması xüsusən yadda qalmalıdır. Toral Bayramov və Zubirin qolları ilə Bodo Glimt öz azarkeşləri qarşısında məğlub edildi. Həmən Bodo Glimt ki, sonradan Avroliqanın yarımfinalına qədər irəliləməklə bütün Avropanı təəccübləndirdi. Təkcə Bodo Glimt deyil, digər rəqiblərimizdən Lyon və Tottenham'da Avroliqada ağırlığını, sambalını yetərincə ortaya qoydu. Lyon 4-1 finalda Manchester United'ə yalnız ekstra time'ın son saniyelərindəki qolla uduzaraq dayandı. Tottenham isə Avroliqanın çempionu oldu. Beləliklə Qarabağın bu mövsüm 6 Çempionlar Liqası, 8 Avroliqa maçından ibarət Avrokubok macərası Cəbəlü Tariqdə başlayıb Yunanistanda başa çatdı. Azərbaycan Premyer Liqasında Qarabağla zirvə savaşına əvvəlcə Araz Naxçıvan mövsümün ikinci yarısındansa zirə qoşuldu. 16-cı turda Araz Naxçıvanı özündən irəli buraxan köhlən atlar cəmi bir tur sonra liderliyi yenidən ələ keçirdi və bir daha zirvədən enmədi. Finişə 4 oyun qalmış, 32-ci turda isə 12-ci çempionluğunu rəsmiləşdirdi. Ən çox qələbə, ən az məğlubiyyət, ən yaxşı top fərqi ilə və ən yaxın izləyicisindən 15 xal öndə. Qarabağın Cabo Verdeli hücumçusu Leandro Andrade mövsümün bombardiri oldu. Ölkə kubokunda isə ardıcıllıqla Qəbələ, Səbail və Araz Naxçıvanı mübarizədən kənarlaşdıran Qarabağ indi finalı gözləyir. Mayın 31-də keçiriləcək final maçında Sabaha qalib gələcək halda komanda 7-ci dəfə həm çempionluğu, həm kuboku qazanmaqla qızıl dubl edəcək. Komanda son 18 ildə ilk dəfə mövsümü Maksim Medvedevsiz keçirdi. 376 oyunla klub tarixinə ən çox maç keçirmiş futbolçu olaraq düşən Maksim, ötən mövsüm bitən kimi karyerasına nöqtə qoydu. Sentyabrda Keita Konyaspora, yanvarda Julio Romao Ferencvaros'a, Juninho Flamengo'ya getdi. Azarkeşlər üçün xüsusən Juninho'nun gedişi ilə barışmaq çətin idi. Amma bu gedişin əvəzi də oldu. 2 il əvvəl Krasnodara transfer olunan azarkeşlərin digər sevimlisi Kadi Borges fevralda Qarabağın Ferencvaros'a sürpriz təklifini dəyərləndirərək yenidən Qurban Qurbanovun sərəncamına qayıtdı. 3 gənc oyuncu bu mövsüm Qarabağın əsas heyətində debüt etdi. 20 yaşlı qapıcı Sadiq Məmmədzadə, həmçinin Qarabağ Futbol Akademiyasının yetirmələri 15 yaşlı Amin Rızayev və 17 yaşlı Hikmət Cəbrayılzadə. Artıq bu gənclər U21 milli komandamızın heyətinə də daxil edilib. Bugün Qarabağın əsas heyətində meydana çıxan gənc Sabah millinin potensial oyuncusudur. Artıq bir neçə ildir ölkənin əsas milli komandasının əsasını Qarabağlı futbolçular təşkil edir. Mahir Emrəli, Musa Qurbanlı, Rahil Məmmədov nümunələri göstərir ki,
Qarabağ həm də yerli futbolçuların Avropa klublarına transfer üçün ən uyğun trampolindir. Təkcə yerli futbolçular yox, elə legionerlər üçün də. Vacci, Kadi, Roma, Juninho məhz Qarabağdakı oyunu ilə transfer bazarında dəyər qazandı. Qarabağın ardıcıl uğurlarının əsası 2001-ci ildən qoyulub. 24 il əvvəl Azərsun şirkətinin ağır günlər yaşayan Qarabağ FK-nın sponsoru olması ilə Ağdam klubunun tarixində yeni səhifə açıldı. 2003-cü ildə Abdulbari Gözalın təşəbbüsü və rəhbərliyi ilə klubda yeni struktur formalaşdırıldı. Vitse-prezident təyin olunan 31 yaşlı Tahir Gözəl klubun idarə etməsində əsas rəhbər şəxs oldu. Bir neçə ay sonra daha bir gənc Emrah Çelikəl idman direktoru postuna gətirildi. Bununla Qarabağ FK-da Azərbaycan futbolu üçün o vaxta qədər xarakterik olmayan yeni, mayasında ədalət, şəffaflıq, xoş niyyət dayanan idarəçilik sisteminin əsası qoyuldu. Təməl düzgün qurulubsa, nəticə də istənilən kimi olacaq. Vitse-prezident Ferzihan Aras 2007-ci ildən Qarabağ rəhbərliyində yer alır. Klub üçün vacib qərarların verilməsində mühüm rolu var. İllərdir klubun fəxri prezidenti ilə klub arasındakı əlaqələrin tənzimləməsində Fevzi bəyin əməyi danılmazdı. 20 il əvvəl klubun mətbuat katibi vəzifəsində çalışan Asif Əskərov indi təkcə Qarabağın baş meneceri və idarə heyətinin üzvü deyil, UEFA-nın yarışlarının təşkili komitəsinin, həmçinin Avropa Klublar Birliyi, EKA-nın icraiyyə komitəsinin üzvüdür. EKA-nın nüfuzunu anlatmağa isə lüzum yoxdur. UEFA-nın tanıdığı yeganə klub təşkilatı, rəhbəri də Paris Saint-Germain-in prezidenti Nasser El-Xelafi. Asif bəy hələ 2017-ci ildə EKA-nın işçi qrupunun üzvü, 2019-cu ildən isə qurumun katibi olub. Bununla Asif Əskərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk Azərbaycanlıdır. Onun Qarabağın baş meneceri kimi bacarığı isə komandanın nəticələrində əksini tapır. Portuqaliya, Fransa, İspaniya, Braziliyanın aşağı liqalarında çıxış edən, Qarabağa uyğun, baş məşqçinin tələblərinə cavab verən legionerləri danışıqlar zamanı Avropadan mental və mühit baxımından fərqlənən Azərbaycana gəlməyə razı salmaq asan iş deyil. Kadi Borgesin qışda bir günün içində sürpriz şəkildə Qarabağa qayıtmasına azarkeş sevindi. Bu, üzdə görülən bir gün içində baş verən sürpriz əslində günlərlə aparılan danışıqların, müzakirələrin nəticəsi idi ki, belə detallar adətən pərdə arxasında qalır. Qarabağın idarəetmə sistemində digər bacarıqlı kadrlar da yetişməkdədir. Asif Əskərovla yanaşı Avropa Klublar Birliyində Qarabağın daha 2 nümayəndəsi təmsil olunur. Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev, EKA-nın azarkeşlərlə iş üzrə işçi qrupuna, Qarabağ Futbol Akademiyasının meneceri Nail Kərimov isə uşaq futbolu üzrə işçi qrupuna üzv seçilib. Bu iki şəxs həm də ötən il nüfuzlu Johan Cruyff İnstitutunda onlayn təhsili uğurla başa vuraraq magistr diplomu alıb. Qarabağın marketinq departamentinin rəhbəri Yusif Cəfərov və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev də hazırda həmin institutda təhsil alır. Bütün bunlar Qarabağ FK-nın prezidenti Tahir Gözəlin xeyir-duası və təşəbbüsü ilə gerçəkləşib. Futbol klubunun işi təkcə yaşlı meydanla məhdudlaşmır. Hər tərəfli peşəkarlıq üçün bacarıqlı idarəçilər, savadlı funksionerlər zəruridir. 11 yaş qrupunu əhatə edən Qarabağ Futbol Akademiyasında Avtandil Hacıyevin koordinatoru, Nail Kərimovun menecer vəzifəsinə təyinatından sonra yaranan canlanma diqqət çəkir. Akademiyanın infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Qarabağ ilə sərhədçi idman sağlamlığı mərkəzi arasında yeni icarə müqaviləsi imzalanıb. Bölgələrdən olan uşaq və yeniyetmə futbolçuların məskunlaşması üçün kompleksin bazasındakı otel icarəyə götürülüb. Meydançaların süni örtüyü daha keyfiyyətli yeniləri ilə əvəzlənib. Akademiyanın komandaları son 2 ildə qardaş Türkiyədən uzaq İsveçə qədər böyük coğrafiyanı əhatə edən 16 beynəlxalq səfərə çıxıb turnirlərdə iştirak edib. Bu da gənc futbolçuların təcrübə toplaması baxımından olduqca vacibdir. Qarabağ təkcə yaşıl meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də diqqət mərkəzindədir. Noyabrda Bakıda keçirilən COP29 tədbirində klub Azərbaycan futbolunun layiqli təmsilçisi oldu. Futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edən Qarabağ FK-nın çağırışına Liverpool, Tottenham, Atletico Madrid, Udinese, Galatasaray, Fenerbahçe, Flamengo kimi samballı adlar qoşuldu. Ümumilikdə 11 klub alyansın yaradılmasına dair sənədə imza atdı. Qarabağın bu təşəbbüsü tarixə COP çərçivəsində yaradılan ilk idman yönümlü alyans kimi düşdü. Baş məşqçi Qurban Qurbanovun klubun tarixində yeri isə xüsusidir. 2008-ci ildən ötən 17 ildə Qarabağın yaşlı meydanlardakı bütün uğurlarının altında Qurbanov imzası var.
O, Avropa futbolunda tanınan ilk və hələ ki yeganə Azərbaycanlı məşqçidir. Davamlı çempionluqlarda, qazanılan kuboklarda, Avrokuboklarda, uzun marafonlarda Qurban Hoca ilə yanaşı onun məşqçi korpusunda yer alanlar Elçin Rəhmanov, Zaur Tağzadə, Müşfiq Hüseynov, Elxan Həsənov, Çudomir Cakarovun da böyük zəhməti var. Bütün bu nailiyyətlər məşqçili, oyunçuluğu, menecerli, direktoru və prezidentli Vahid Qarabağ ailəsinin uğurudur. Nəhəng sponsor hər şey demək deyil. Ayrılan büdcəni düzgün yönəltmək, maliyyə əməliyyatlarında şəffaflıq, uğurlu marketinq işi ilə kluba qazandırmaq, Qarabağ Futbol Klubunun adını brendə çevirmək. Klub prezidenti Tahir Gözəlin maddi-mənəvi dəstək verdiyi, Emrah Çəlkəlin güvənib formalaşdırdığı inzibati komanda bunu bacardı. Bütün bunların əsasını qoymuş, Qarabağla bu uğurlara illərlə birgə gəlmiş klubun fəxri prezidenti Abdulbari Gözəl artıq 4 aydır həyatda yoxdur. Onun qurub yaratdığı, görmək istədiyi Qarabağsa əmin əllərdədir. Qarabağ Qarabağındır, Qarabağ da Azərbaycanındır. 18 il əvvəl Abdulbari bəyin başı üzərinə qaldırdığı kubokdan üzü bəri, indi Qarabağın klub muzeyini bir çox kuboklar bəzəyir. Rekordlar, çempionluqlar sıralanır, Qarabağ uğurdan uğura adlayır. 12-ci çempionluğun mübarək Qarabağ ailəsi.